Mən Rızayeva Xədicə İbrahim qızı. Mən evdən çox pis vəziyyətdə özümü hiss eləmədən qucaqlarında gətiriblər. Birinci mərtəbədə məni Tural həkim qəbul edib. Sonra Cavid həkim, Malik həkim. Mənim üstümdə əməkləri çoxdur. Mənim üstümdə işləyiblər, məni həyata geri qaytarıblar. Çox ağır vəziyyətdə olmuşam. Həkimlərimizin sayəsində geri qayıtmışam həyata. Sağ olsunlar. Yaxşı qulluq elədilər. Həyata qayıtmışam. Dərmanlarımı vaxtında verirlər. Vaxtında qulluğumuzu eləyirlər. Sağ olsunlar. Həkimlərimizdə Allah təala can sağlığı versin. Cavid həkim mənim üstümdə əməyi çox böyük olub. Çox böyük olub. Ən axıra qədər mənim üstümdə o gedib, məni buraxmayıb. Çünki mən bunu həyata qaytaracağım. Sağ olsunlar. Hamısını həkimlərim can sağlığı versin Allah Teala. Hamısına, hamınıza Allah can sağlığı versin. Sizlərin sayəsində də biz yaşayaq. Xəstəmiz Allahverdiyeva Xədicə İbrahim qızı 23-1-ci ay 2026-cı ildə yaxınları tərəfindən xəstəxanamızın təcili tibbi yardım şöbəsinə müraciət etmişlər. Xəstə təcili tibbi yardım şöbəsinə daxil olarkən vəziyyəti kifayət qədər ağır olmuşdur. Kəskin tənəffüs çatışmazlığı müşahidə olunduğundan xəstəyə dərhal təcili tibbi yardım şöbəsinin həkimləri tərəfindən müdaxilə edilmiş, yardım göstərilmişdir. Xəstəmizin təcili tibbi yardım şöbəsində bir dəfə anidən ürək dayanması müşahidə olunduğundan xəstəmizə yerindəcə müdaxilə edilmiş və xəstəmiz təcili tibbi yardım şöbəsində bir dəfə həyata qaytarılmışdır. Xəstə dərhal reanimasiya şöbəsinə köçürülmüş, reanimasiya şöbəsinə daxil olarkən xəstəmizin vəziyyəti orada da kifayət qədər ağır dəyərləndirilmiş və xəstədə anidən arrez baş vermişdir, kəskin ürək dayanması baş vermişdir. Reanimasiya şöbəsində də həkimlərimiz tərəfindən xəstəyə dərhal müdaxilə olunmuş, xəstə təkrar həyata qaytarılmışdır. Aparılmış müayinələr nəticəsində bəlli olmuşdur ki, xəstəmizdə kəskin tənəffüs çatışmazlığı, sol tərəfli total pnevmoniya, sağ tərəfli eksudativ plevrit diaqnozları qoyulmuş və müalicəsinə başlanılmışdır. Aparılmış uzun müddətli müalicənin nəticəsində xəstəmizin vəziyyətində müsbət dinamika əldə edilmiş. Hal-hazırda xəstəmiz 12-ci ay 2026-cı il tarixdən xəstəxanamızın terapiya şöbəsinə köçürülmüş və müalicəsi davam etdirilir.